Sabahınız xeyir olsun. Newton qanunlarında növbəti mövzu ilə davam edirik. Baxaq birinci suala. Cismə təsir edən qüvvələrin əvəzləyicisi. Əvəzləyici qüvvə bilirik ki, F bərabərdir M vurulsun A şəklində yazılır. Deməli, cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsi ilə qüvvənin ona verdiyi təcilin hasilinə bərabərdir. Sualımızın cavabı D variantı olmalıdır. Və ikinci sualla davam edirik. Əvəzləyici qüvvənin cismin kütləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət təcil adlanır. Üçüncü sualda. Sabit əvəzləyici qüvvənin təsiri ilə cisimlərin aldığı təcilin onların kütləsindən asıllıq qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. F bərabərdir M vur A düsturundan istifadə edəcəyik. Burada 8-i 4-ə vuracağıq və yaxud da 2-ni 16-ya vuracağıq. Hər ikisində cavab 32 Newton alınır. Dördüncü sualda. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən asıllıq qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. A bərabərdir F bölü M nisbətindən kütləni tapanda qüvvə bölü təcil yaza bilərik. Qüvvənin qiyməti 12, təcilin qiyməti 8 və yaxud da qüvvənin qiyməti 6, təcilin qiyməti 4. Bu nisbət 1,5-ə bərabər olmuş olur. 5-ci sualda. Cismə təsir edən 4 qüvvənin əvəzləyicisi nəyə bərabərdir? Burada baxırıq ki, sağa doğru 5 Newton qüvvə, sola doğru da 5 Newton qüvvə var. O zaman bunlar bir-birini aparır. Geriyə qalır yuxarı doğru 7 Newton və aşağı doğru 10 Newton. 7 Newton ilə 10 Newton əks istiqamətdə yönəldikləri üçün bunların əvəzləyicisi 3 Newtona bərabər olmuş olur. Və beləliklə sualın cavabı Y variantıdır. Qüvvə hansı cihazla ölçülür? Qüvvə dinamometrlə ölçülür. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyası 0-a bərabərdir? Əvəzləyici qüvvənin 0-a bərabər olması üçün cismin sürəti sabit qalmalıdır. Sürətin sabit qaldığı aralıq T2 və T3 aralığıdır. O zaman T2-dən T3-ə kimi sürət sabit qalır, təcil 0-dır, nəticədə əvəzləyici qüvvə də 0-dır. Kütləsi 2 kiloqram olan cisim 20 metr bölü saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Biz bilirik ki, cismə başqa cisimlər təsir etmirsə və ya ona edilən təsirlər bir-birini tarazlaşdırırsa, yəni əvəzləyici qüvvə 0-dırsa, cisim ya sükunətli olar, ya da düz xətli bərabər sürətli hərəkət edər. Deməli, düz xətli bərabər sürətli hərəkət varsa, əvəzləyici qüvvə 0-a bərabər olmalıdır. 9-cu sualda. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası müsbətdir? Qüvvələrin əvəzləyicisinin proyeksiyasının müsbət olması üçün təcilin də müsbət olması lazımdır. Təcilin müsbət olması üçün sürət zaman qrafikində qrafik yuxarı doğru qalxmalıdır. Deməli, 0-T1 aralığında təcilin proyeksiyası müsbətdir. Nəticədə qüvvənin də proyeksiyası müsbətdir deyə bilərik. 10-cu sualda cismə təsir edən əvəzləyici qüvvə 4 dəfə artdıqda onun təcili necə dəyişər? Cismə təsir edən əvəzləyici qüvvə 4 dəfə artarsa, A bərabərdir F bölü M nisbətinə əsasən onun təcili də 4 dəfə artar. Sualımızın cavabı A variantıdır. 11-ci sualda 1 kiloqram kütləli birinci kürə sükunətli olan ikinci kürə ilə toqquşur. Qarşılıqlı təsir nəticəsində ikinci kürə modulca birinci kürənin təcilindən 3 dəfə kiçik təcilli hərəkət edir. Deməli, ikinci kürənin təcili birinci kürənin təcilindən 3 dəfə kiçikdir. Bu deməkdir ki, birinci kürənin təcili ikinci kürənin təcilindən böyükdür. Əgər təcil 1-2-dən böyükdürsə, kütlə ikinci birincidən böyük olmalıdır.
Çünki bilirik ki, təcillər kütlələr ilə tərs mütənasib asılıdır. Birinci kürənin kütləsi 1 kiloqramdırsa, o zaman ikinci kürənin kütləsi 3 kiloqram olmalıdır. Nəticədə sualımızın cavabı D variantıdır deyə bilərik. 12-ci sualda 1 kiloqram kütləli birinci kürə sükunətdə olan ikinci kürəni itələyir. Bu qarşılıqlı təsir zamanı ikinci kürənin təcili modulca birinci kürənin təcilindən 2 dəfə böyükdür. İkinci kürənin kütləsini hesablayın. Deməli, təkrardan deyirik, ikinci kürənin təcili böyük imiş. Yəni, mən yazıram A2 A1-dən böyükdür. O zaman kütlələrə gəldikdə M1 M2-dən böyük olmalıdır. Təkrardan deyirəm ki, təcillər kütlələr ilə tərs mütənasib asılıdır. Birincinin kütləsi 1 kiloqramdırsa, o zaman ikincinin kütləsi bundan 2 dəfə kiçik olmalıdır. Yəni, 0,5 kiloqram olmalıdır. Sualımızın cavabı da A variantıdır. 13-cü sualla davam edirik. Aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkətlənlikləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən böyük əvəzləyici qüvvə təsir edir? Əvəzləyici qüvvənin böyük olması üçün təcilin böyük olması lazımdır. Biz bu hərəkət tənliklərində təcilin böyük olduğunu T-nin kvadratının əmsalına baxaraq bilə bilərik. Çünki ümumi tənlikdə xatırlasaq, AT kvadratı bölü 2 var idi. Yəni, T-nin T kvadratının əmsalına baxaraq təcilin böyük olduğunu görüb, oradan da qüvvənin böyük olduğunu söyləyə bilərik. T kvadratının əmsalı ən böyük hardadır? Baxırıq C variantındadır. T kvadratının əmsalında 6 var. Burada təcilin qiyməti ən böyükdür. Nəticədə qüvvənin də qiyməti ən böyükdür. Davam edirik 14-cü sualda. Kütləsi 1 kiloqram olan cisim 50 sm bölü saniyə sürətlə düzxətli, bərabər sürətli hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Əgər hərəkət düzxətlə bərabər sürətlidirsə, əvəzləyici qüvvə sıfırdır. Vəssalam. 15-ci sualda. Hansı kütləli cismə 500 Newton qüvvənin verdiyi təcil 250 sm bölü saniyə kvadratı olar? Biz buradan kütləni tapmaq üçün M bərabərdir F bölü A deməliyik. Qüvvənin qiyməti 500, təcilin qiyməti 250. Amma burada santimetr bölü saniyə kvadratıdır. 500 isə Newtondur. Bu da bərabərdir. 500-ü 250-yə böləndə 2 olur. Amma santimetr olduğu üçün bu 10 üstü mənfi 2-dir. Yuxarı çıxanda 10 üstü müsbət 2 olur. Yəni cavabımız olur 200 kiloqram D variantı. 16-da təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulu 15 Newtonlu olarsa, F2 qüvvəsinin modulunu hesablayın. 9 Newton. 9-un kvadratı 81-dir. Belə yazırıq. 81 üstəgəl F2-nin kvadratı bərabərdir əvəzləyici qüvvənin kvadratı, yəni 225. Burada F2-nin kvadratı 144 olmalıdır. F2 isə 144-dən kök çıxmalıyıq, yəni 12 Newton olmalıdır. Sualımızın cavabı B variantıdır. 17-ci sualda əvəzləyici qüvvəni hesablayın deyir. Əvəzləyici qüvvəni hesablamaq üçün Pifagor teoremindən istifadə edib kök altında 3-ün kvadratı üstəgəl 4-ün kvadratı deməliyik. Nəticədə burada əvəzləyici qüvvənin qiyməti 5 Newton olacaqdır. 18-ci sualda cisim 20 Newton qüvvənin təsiri ilə 0,2 metr bölü saniyə kvadratı təcilli hərəkət edir. Həmin cisim 100 Newton qüvvənin təsiri ilə hansı təcilli hərəkət edər? Təcil dediyimiz qüvvənin kütləyə nisbətidir. Qüvvə neçə dəfə artırsa, təcil həmən dəfə artmalıdır. Çünki qüvvə ilə düz mütənasibdir. 20 Newtona 0,2 təcil düşürsə, 100 Newton olanda, yəni qüvvə 5 dəfə artanda, təcilin qiymətinin də 5 dəfə artması lazımdır. 0,2-ni 5 dəfə artırsaq, 1 metr bölü saniyə kvadratı alınır. Sualın cavabı A variantıdır. Kütləsi M olan cismin R radiuslu çevrə üzrə sabit omega bucaq sürəti ilə hərəkət etməsi üçün tətbiq olunan qüvvə. Qüvvə bərabərdir. Kütlə vur təcil. Bu da bərabərdir. Kütlə vurulsun. Təcilin yerinə isə yazıram omega kvadratı vurulsun R. Nəticədə sualımızın cavabı burada D və Y variantlarında eyni düstur verilib, amma burada baxırıq ki, toxunan istiqamətdə deyil, burada isə mərkəzə doğru. Mərkəzə doğru yönəlməlidir təbii ki, təcil istiqamətində yönəlməlidir. Çünki bilirik ki, mərkəzə qaçma təcili çevrənin mərkəzinə doğru yönəlmişdir. 20-ci sualda
Kütləsi m olan cisim r radiuslu çevrə üzrə modulca sabit v sürəti ilə hərəkət etməsi üçün tətbiq olunan qüvvə F bərabərdir m vurulsun a, o da bərabərdir m vurulsun a-nın yerinə v-nin kvadratı bölü r yazırıq. Bu da olur mv kvadratı bölü r və çevrənin mərkəzinə doğru yönəlməlidir. Newton bölü kiloqram a bərabərdir f bölü m. F burada qüvvədir, vahidi Newtondur. M kütlədir, vahidi kiloqramdır. Deməli, Newton bölü kiloqram təcilin vahidinə uyğun gəlir. Cismə təsir edən əvəzləyici qüvvənin qiymətini hesablamaq üçün hansı fizik kəmiyyətlərin qiymətlərini bilmək kifayətdir? Deməli, biz kütləni bilməliyik və təcili bilməliyik. Nəticədə sualımızın cavabı B variantı olar. Cismin təcilinin qiymətini hesablamaq üçün hansı kəmiyyətlərin qiymətini bilmək kifayətdir? Təcili bilmək üçün F bölü M düsturundan qüvvəni bilmək və kütləni bilmək lazımdır. Nəticədə sualımızın cavabı A variantı olacaqdır. 24-cü sualda deyir ki, əvəzləyici qüvvə aşağı doğrudur. Əvəzləyici qüvvə aşağı doğrudursa, təcilin də aşağı doğru yönəlməsi lazımdır. Əvəzləyici qüvvə ilə təcil həmişə eyni istiqamətdə yönəlir. F bərabərdir MA düsturuna görə qüvvə vektorial kəmiyyətdir, təcil vektorial kəmiyyətdir və eyni istiqamətdə yönəlirlər. 25-ci sualda deyir ki, cismin təcili hansı istiqamətdə yönəlir? Əvəzləyici qüvvə sağa doğrudursa, cismin təcili də sağa doğru yönəlməlidir. Yəni, iki istiqamətində burada göstərilmişdir. Davam edirik 26-cı sualla. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun zaman anında cismə təsir edən əvəzləyici qüvvənin qiymətləri arasında hansı münasibət doğrudur? Burada hərəkətin bərabər yeyinləşən hərəkət olduğunu görürük. Bərabər yeyinləşən hərəkət bərabər təcilli hərəkətin növüdür. Yəni 1, 2 və 3 nöqtələrində təcillər bir-birinə bərabərdir. Təcillər bir-birinə bərabərdirsə, qüvvələrin də bir-birinə bərabər olması lazımdır. 27-də bu cismin təcili hansı istiqamətdə yönəlir? F1 əgər F2-dən böyükdürsə, o zaman əvəzləyici qüvvə F1 tərəfə, yəni sola doğru yönəlir. Əvəzləyici qüvvə sola doğrudursa, təcilin də sola doğru yönəlməsi lazımdır. 28-də yenə burada F1-in F2-dən böyük olduğunu verib. F1 sağa doğrudur, F2 isə sola doğrudur. Sağa doğru olan qüvvə daha böyükdürsə, o zaman əvəzləyici qüvvə sağa doğru yönəlir. Əvəzləyici qüvvə sağa doğru yönəlirsə, cismin təcili də sağa doğru yönəlməlidir. 29-cu sualda cismin sürəti hansı istiqamətdə yönəlir? Burada hərəkət bərabər yeyinləşəndir. Bərabər yeyinləşən hərəkət zamanı cismə təsir edən əvəzləyici qüvvə ilə cismin sürəti eyni istiqamətdə yönəlir. Düzxətli bərabər yavaşayan hərəkətdə isə cismin sürəti ilə əvəzləyici qüvvə əks istiqamətdə yönəlməlidir. Bu səbəbdən də sualımızın cavabı B variantı olacaqdır. Burada hərəkət deməli cismin təcilli şəkildəki kimi yönəlmişdir. Təcil əgər yuxarı doğrudursa, o zaman qüvvələrin əvəzləyicisinin də yuxarı doğru olması lazımdır. Növbəti məsələdə cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, əvəzləyici qüvvə sabit olarsa və burada F və V-nin eyni istiqamətdə olduğunu deyir. Qüvvə və sürət eyni istiqamətdədirsə, cisim bərabər yeyinləşən hərəkət icra edir. Bərabər yeyinləşən hərəkətdə də yol zaman qrafiki şəkildəki kimidir. A variantındakı kimi. 33-cü sualda 8 Newton və 5 Newton əks istiqamətdə yönəlib. O zaman 8-dən 5-i çıxırıq. 3 Newton qalır 8 deyən tərəfə, yəni sola doğru. Yuxarı doğruda 4 Newton var. 3 Newton və 4 Newtonun əvəzləyicisi də Pifaqor teoremindən 5 Newton alınır. Növbəti məsələdə yenə deyir ki, qüvvələrin əvəzləyicisi sabit olduqda sürət zaman qrafiki. Burada F və V-nin istiqamətləri eynidir deyir. Yəni bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə sürət zaman qrafiki Y variantındakı kimi olur. Növbəti məsələdə sürət zaman qrafiki verilib, təcil zaman qrafiki istəyir. Yadımızda qalsın, sürət zaman qrafikində əgər qrafik yuxarı doğru qalxırsa, təcil müsbətdir. Qrafik aşağı doğru düşürsə, təcil mənfidir. Yəni, birinci hissədə təcil müsbət, ikinci hissədə isə təcil mənfidir. Birinci hissədə müsbət,
İkinci hissədə isə mənfi. Təcilin zamandan asılılıq qrafiki də bu şəkildədir. Qüvvənin zamandan asılılıq qrafiki də eyni şəkildə olmalıdır. Çünki F bərabərdir MA düsturuna əsasən qüvvə təcillə mütənasibdir. Təcil qrafiki hansı formadadırsa, qüvvə qrafiki də həmən formada olmalıdır. Növbəti sualda bizə deyir ki, qüvvənin Y və X oxları üzrə proyeksiyalarını hesablayın. Burada başlanğıc qiymətə və son qiymətə baxırıq. F qüvvəsi başlayıb Y oxu üzrə 4 nöqtəsindən. F qüvvəsi bitib Y oxu üzrə 8 nöqtəsində. 4 ilə 8, yəni 8-dən 4-ü çıxırıq, o zaman FY alınır 4 Newton. X oxu üzrə başlanğıc qiyməti 10. X oxu üzrə bitiş qiyməti 4. Nəticədə Fx-i tapmaq üçün sondan başlanğıcı, yəni 4-dən 10-u çıxırıq. Bu da olur -6 Newton. O zaman sualımızın cavabı B variantıdır deyə bilərik. Növbəti sualda. Burada Y oxu üzrə baxırıq ki 5-dir. Başlanğıcı da 5-dədir, sonu da 5-dədir. O zaman bu FY 0-a bərabərdir. Amma X oxu üzrə başlanğıc 8-dir, son 0-dır. 8-dən 0-a gəlib, yəni -8 Newtondur. Sualımızın cavabı D variantı olmuş olur. Növbəti sualda burada baxırıq ki Y oxu üzrə 3-dən başlayıb və başlanğıcı sonu 3-dür. Yəni Y oxu üzərində bir dənə 3 qiyməti var. O zaman Y oxu üzrə qiymətini tapanda 3-dən 3-ə çıxırıq. Çünki 3-dən başqa qiymət yoxdur. Amma X oxu üzərində 0 var və 6 var. O zaman X oxu üzərindəki proyeksiyası 6 çıx 0, yəni 6 Newtondur. Sualımızın cavabı buradan D variantıdır deyə bilərik. 39. Deyir ki, F1 və F2 qüvvələrinin əvəzləyicisinin proyeksiyalarını hesablayın. F1 qüvvəsinin X oxu üzərində proyeksiyası 0-dır. Çünki elə başlanğıcında sonunda 2-dir. Amma F1 qüvvəsi, daha doğrusu, X oxu üzərində. Amma F2 qüvvəsinin X oxu üzərində proyeksiyası 2-dən 8-ə gedib. Yəni 6 Newton olub. O zaman X oxu üzərində proyeksiya 6-dır. Y oxu üzərində proyeksiya isə 4-dən 8-ə qədərdir. Yəni 4-dür. Buna görə sualın cavabı A variantı olmalıdır. 40-cı sualda. Deməli, bu qüvvələrin əvəzləyicisini çəksək, əvəzləyicisi bu istiqamətdə yönəlir. Paralleloqram qaydasına əsasən. X oxu üzrə başlanğıc 6-dır, bitiş 2-dir. O zaman X oxu üzərində proyeksiya -4 Newton olur. Y oxu üzərində başlanğıc 10-dur, bitiş 4-dür. O zaman Y oxu üzərində proyeksiya 4-dən 10-u çıxarıq və -6 Newton olar. X oxu üzərində -4, Y oxu üzrə -6. Davam edirik 41-ci sualla. Newton bölünsün kiloqram vur metr ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Kök altında Newtonun yerinə yazıram kiloqram vurulsun metr bölü saniyənin kvadratı. Məxrəcdəki kiloqram və metri də olduğu kimi yazıram. Bu da bərabərdir. Kiloqram və metrlər ixtisar gedir, qalır kök altında 1 bölü saniyə kvadratı. O da kökdən 1 bölü saniyə şəklində çıxır, o da olur tezlik. Sualın cavabı Y variantı. 42-də deyir ki, bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Birinci növbədə bu hissədə əvəzləyici qüvvənin müsbət olduğunu görürük. Sürətin başlanğıc qiyməti də müsbətdirsə, o zaman bu cisim birinci hissədə yeyinləşən hərəkət etməlidir. Sonra T1, T2 aralığında 0-ın üzərindədir, yəni bu hissədə sürəti dəyişməyəcək. Sonra isə təcili nədir? Mənfidir. Baxın, müsbət, 0, mənfi. Müsbət olması üçün qrafik yuxarı doğru qalxmalıdır. 0 olması üçün sürət dəyişməməlidir, sabit olmalıdır. Yəni, bura müsbət, bura 0. Mənfi olması üçün də sürət qrafiki aşağı doğru düşməlidir. Sualımızın cavabı D variantıdır deyə bilərik. 43-cü sualda. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zamanın intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin X oxu üzrə proyeksiyasının modulu ən kiçikdir? Əvəzləyici qüvvənin kiçik olması üçün təcilin kiçik olması lazımdır. Təcilin kiçik olması üçün də sürət az dəyişməlidir. Sürətin ən az dəyişdiyi hissəyə baxırıq ki, o da 3-4 aralığıdır. 3-4 aralığında sürət az dəyişib. Digər hissələrdə bax, xəttin uzun olduğunu görürük. Buralarda xət uzundur, amma 3-4 aralığında xət qısadır, yəni sürət az dəyişib, sürətin az dəyişməsi təcilində az olması anlamına gəlir. 44-cü sualda.
Bax, demişdim ki, sürət zaman qrafikində qrafik aşağı doğru düşürsə, o zaman burada təcil mənfidir deməkdir. Qrafik sabitdirsə, o zaman təcil sıfırdır deməkdir. Birinci aralıq mənfi, ikinci aralıq sıfır. Bunu götürəcəyik. Yəni, qüvvə zaman qrafikində də bunu götürməliyik. Birinci aralıqda mənfi, ikinci aralıqda sıfır. Baxaq görək. Bax, C variantındakı kimi. Mənfi, burada isə sıfır. Davam edirik 45-ci sualla. Bax, burada birinci hissədə yuxarı doğru qalxır. Bura təcil müsbətdir, qüvvə də müsbətdir. İkinci aralıqda burada qrafik sabitdir, o zaman təcil sıfırdır. Müsbət və sıfır. Bax, burada müsbət, burada isə sıfır. Sualın cavabı A variantıdır. Növbəti sualda. Bax, qrafik 0 T1 aralığında da yuxarı qalxır, müsbətdir. T1-dən sonra da yuxarı qalxır, burada da müsbətdir. Yəni, hər iki hissədə əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. Yəni, burada sıfırdan aşağıda olmuş, yuxarıda olmuş fərqi yoxdur. Əgər qrafik yuxarı qalxırsa, deməli, əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. O zaman sualımızın cavabı Y variantıdır. Bax, T1-ə qədər də T1-dən sonra da müsbət olur. 47-ci sualda. Birinci hissədə deməli sabit. Burada o zaman əvəzləyici qüvvə sıfırdır. İkinci hissədə yuxarı qalxır. O zaman burada müsbətdir. 0 və müsbəti axtaracağıq. Burada 0, burada da müsbət. B variantı olmuş oldu. 47. Euler-Venn diaqramında düz xətt boyunca hərəkət edən A və B avtomobillərinin sürətlərinin proyeksiyasının zamandan asılıq qrafiklərinə uyğun ifadələri müəyyən edin. A avtomobili və B avtomobili. Burada A avtomobili üçün görürük ki, birinci növbədə bu yeyinləşən hərəkətdir, bu isə yavaşayan hərəkətdir. Təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlmişdir deyirsə, bu yeyinləşəndir. Təsir edən əvəzləyici qüvvə hərəkətin əksi istiqamətində yönəlmişsə, bu yavaşayan hərəkətdir. X oxunun əksi istiqamətində, hər ikisi X oxunun əksi istiqamətindədir, hər ikisi sıfırdan aşağıda olduğunu görürük. 3-ü yazdıq burada. 4-də deyir ki, əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. Əvəzləyici qüvvənin proyeksiyasının müsbət olması üçün qrafik yuxarı doğru qalxmalıdır. Bərabər yeyinləşən hərəkət birinci qrafikə uyğundur. 5-i də burada yazdırıq. Deməli, sualımızın cavabı oldu 1, 5, 2, 4, 3. Yəni, Y variantı. Davam edirik növbəti sualla. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasının zamandan asılı qrafikləri verilir. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun ifadələri müəyyən edin. Birinci cismin hərəkəti bərabər təcilli hərəkətdir. Qüvvə sabitdirsə, təcil də sabitdir. Bu, bərabər təcillidir. İkincidə qüvvə artır. Qüvvə artırsa, təcil də artır, yəni artan təcilli hərəkət olur. Zaman keçdikcə sürətin qiyməti artır deyir. Burada əgər birinci növbədə sükunət vəziyyətindən hərəkətə başlamışdırsa, təcil mənfi olsa da, təcil müsbət olsa da, burada sükunət vəziyyətindən hərəkətə başladığı üçün hər ikisində yeyinləşən hərəkət eləyir. Yəni, zaman keçdikcə sürətin qiyməti hər ikisində artır deyə bilərik. 4-də deyir ki, X oxunun əksi istiqamətində hərəkətdir. X oxunun əksi istiqamətində hərəkət edən birincidir. Çünki burada təcil proyeksiyası mənfi olduğu üçün cisim X oxunun əksi istiqamətində hərəkət edir. Bu isə ikinci qrafik isə X oxu istiqamətində, X oxu istiqamətində hərəkətdir. Bunu ikinci cismə aid etməyimiz lazımdır. Ona görə 4-ü burada yazmağımız lazımdır. 5-də isə deyir X oxunun əksi istiqamətində, X oxunun əksi istiqamətində hərəkət edən birinci qrafikə uyğundur. O zaman sualımızın cavabı olur 1, 5, 2, 4, 3. Yəni A variantı olmuş olur. 50-ci sualda. Burada indi birinci cismin hərəkəti burada qüvvə sabit olduğu üçün bu bərabər təcilli hərəkətdir. Burada qüvvənin qiyməti artdığı üçün təcilin də qiyməti artır, nəticədə artan təcilli hərəkətdir. Məsələnin şərtində sükunət vəziyyətindən başladığına deyir bizə. Sükunət vəziyyətindən başlayırsa, o zaman hər ikisi yeyinləşən hərəkət etməlidir. Yəni, hər ikisində sürətin qiyməti artmalıdır. Yəni, sükunət vəziyyətindən başlayır, biri X oxunun istiqamətində, biri isə X oxunun əksi istiqamətində. Nəticədə hər ikisinin sürətinin qiyməti artır. 4-də deyir ki, X oxunun istiqamətində, X oxu istiqamətində hərəkət olan birincidir. X oxunun əksi istiqamətində olan isə ikincidir. O zaman sualımızın cavabı oldu 1, 4, 2, 5, 3. Yəni C variantı. 51-ci sualla davam edirik. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasının zamandan asılı qrafikləri verilib. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun bəndləri müəyyən edin. Birinci
şəkildə təcilin artdığını, ikinci şəkildə isə təcilin azaldığını görürük. Deməli, birincisi artan təcilli, ikincisi isə azalan təcilli hərəkətdir. Hər ikisində sürətin qiyməti artır. Çünki hər ikisi sükunət vəziyyətindən hərəkətə başlayıb. Sükunət vəziyyətindən hərəkətə başlayıbsa, zaten sıfırdan başlayıb və bunun bir dənə şansı var ki, sürəti artsın. Sükunət vəziyyətindən başlayıb sürəti necə azala bilər, bu mümkün deyil. Dördüncüdə, x oxunun istiqamətində hərəkətdir. X oxu istiqamətində hərəkət edən birincidir. Verilmiş zaman müddətində x oxu əksi istiqamətində hərəkət edir. Bu da ikinciyə aiddir. Deməli, sualımızın cavabı olur 1, 4, 2, 5, 3. Yəni, B variantı. Davam edirik 52-ci sualla. Düzxətli hərəkət edən iki cismin koordinatının zamandan asılıq qrafiklərinə görə Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birincidə yeyinləşən hərəkətdir, yəni əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. İkincisi isə yavaşayan hərəkətdir, yəni əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlmişdir. Hərəkət verilmiş müddətdə x oxu boyunca baş verib. Bu, birinci və ikinci qrafiklər hər ikisi x oxu istiqamətində hərəkət üçün uyğundur. Birincisi, bərabər yeyinləşən hərəkətdir. Verilmiş müddətdə bərabər yavaşayan hərəkət edir, bu da ikinciyə uyğundur. 1, 4, 2, 5, 3 sualımızın cavabı olmalıdır. Yəni, D variantıdır. Davam edirik növbəti sualla. Düzxətli hərəkət edən cisimlərin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə görə Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birincisi yavaşayan, ikincisi isə bərabər yeyinləşən hərəkətdir. Birinci yavaşayan olduğu üçün əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlmişdir. İkincisində isə əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlir. Hərəkət verilmiş müddətdə hər ikisi üçün x oxu istiqamətindədir. 2, 5, 1, 4, 3 sualımızın cavabı olmalıdır. Növbəti sualda Euler-Venn diaqramında hərəkət istiqamətləri göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Deməli, birinci cismin sürəti sağa doğrudur. Deməli, cisim sağa doğru x oxu istiqamətində. Amma qüvvə sola doğru olduğu üçün yavaşayan hərəkət edir. X oxu istiqamətində yavaşayan hərəkətə uyğundur birinci cismin hərəkəti. İkinci cismin hərəkəti isə sürət və qüvvə eyni istiqamətdə olduğundan x oxu istiqamətində yeyinləşən hərəkət icra edir. Hər iki hərəkət bərabər təcillidir. Yəni, bərabər yeyinləşən, bərabər yavaşayan hər ikisi bərabər təcilli hərəkətə nümunədir. Sürət və təcilin istiqaməti eynidir. Burada sürət və qüvvə eyni istiqamətli olduğu üçün sürət və təcil də eyni istiqamətlidir. Birinci şəkildə isə sürət və qüvvə əks istiqamətli yönəldiyindən sürət və təcil də əks istiqamətli yönəlir. O zaman sualımızın cavabı 2, 5, 1, 4, 3. Yəni, C variantı olmalıdır. 55-ci sualda yenə Euler-Venn diaqramı soruşulur bizə. Deməli, sürət də x oxunun əksinə, qüvvə də x oxunun əksinə. Deməli, bu cisim x oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət icra edir. Burada sürət və qüvvə x oxu istiqamətində olduğu üçün bu cisim x oxu istiqamətində bərabər yeyinləşən hərəkət icra edir. Sürət və təcilin istiqaməti hər ikisində eynidir. Birinci şəkildə də, ikinci şəkildə də sürət və təcilin istiqaməti eyni yönəlir. Təcilin istiqaməti x oxu istiqamətində yönələn ikinci şəkildir. Birinci şəkildə isə təcilin istiqaməti x oxunun əksi istiqamətdə yönəlmişdir. O zaman 2, 5, 1, 4, 3 sualımızın cavabı olmalıdır. Növbəti sualda qarşı-qarşıya hərəkət edən iki kürə toqquşur. Kürələrin bir-biri ilə qarşılıqlı təsir qüvvələrinin və onların aldıqları təcillərin modulları arasında hansı münasibət doğrudur? Biz burada görürük ki, ikinci cismin kütləsi birinci cismin kütləsindən 2 dəfə böyükdür. Yəni, M2 bərabərdir 2M1-dir. Biz bilirik ki, qarşılıqlı təsir qüvvəsi qiymətcə bərabərdir. Yəni, F1 bərabərdir F2-dir. Və təcillər kütlələrlə tərs mütənasibdir. M2 bərabərdir 2M1-dirsə, o zaman A1 bərabərdir 2A2 yaza bilərik tərs mütənasib olduğu üçün. O zaman sualımızın cavabı C variantı olmalıdır. Növbəti sualda üfüqi səth üzrə sürtünməsiz hərəkət edən 25 kq kütləli cismə sürət vektoru ilə 60 dərəcəlik bucaq əmələ gətirən istiqamətdə 200 Newton qüvvə təsir edir. Cismin təcilinin proyeksiyasını hesablayın. Bunu hesablamaq üçün A bərabərdir Fx bölünsün M və yaxud da F kosinus
alfa bölünsün m yaza bilərsiniz. Buradan a bərabərdir. Çünki bizdən təcilin proyeksiyasını istəyir. Təcilin proyeksiyasını istəyirsə, qüvvənin də x oxu üzərində proyeksiyasını tapmalıyıq. Bu da f kosinus alfa ifadəsi ilə təyin olunur. O zaman qüvvənin qiymətini yazırıq. 200 Newton qüvvənin qiymətidir. Kosinusun qiyməti 0.5-dir. 0.5-i burada yazıram. Kütlənin yerinə də 25-i yazıram. 200-ü 0.5-ə vuranda 100, 100-ü də 25-ə böləndə 4. Deməli, təcilin qiyməti 4 metr bölü saniyə kvadratına bərabərmiş. Kütlələri M1 bərabərdir, M və M2 bərabərdir 2M olan 2 maddi nöqtə radiusları R və 2R olan çevrələr üzrə modul C eyni sürətlə hərəkət edir. Maddi nöqtələrə təsir edən əvəzləyici qüvvələri müqayisə edin. F bərabərdir M vurulsun A, bu da bərabərdir M vurulsun V-nin kvadratı bölü R şəklində yazıla bilər. Buradan görürük ki, əvəzləyici qüvvə kütlə ilə düz, radius ilə tərs mütənasibdir. Yəni, F1 üçün yaza bilərik. M1, yəni M, vurulsun V-nin kvadratı, bölünsün radiusu da R qədər. F2 üçün yaza bilərik. Kütləsi 2M olduğu üçün 2M vurulsun V-nin kvadratı, bölünsün radiusu da 2R qədər. Bu da bərabərdir. 2-lər gedəndən sonra MV kvadratı bölü R alınır. Gördüyümüz kimi birincidə də MV kvadratı bölü R-dir, ikincidə də MV kvadratı bölü R-dir. Yəni, bu qüvvələr bir-birinə bərabərdir. Bu səbəbdən sualımızın cavabı D variantı olmuş olur. Növbəti sualla davam edirik. Şəkildə verilən 5 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Baxın, burada F1 və F4 qüvvələrinin toplamı bizə F5 qüvvəsini verir. Bunu hardan bilirik? Bu F1 qüvvəsi. F1 qüvvəsinin ucuna, yəni vektorun ucuna F4 qüvvəsini əlavə etdiyimiz zaman, F4 qüvvəsi də bu istiqamətdədir. Bunu əlavə etdiyimiz zaman, bu ikisinin toplamı başlanğıcdan sona doğru olan bir vektordur. Yəni, bu da F5 vektoruna bərabərdir. O zaman biz deyə bilərik ki, F1 və F4 vektorlarının toplamı F5 vektoruna bərabərdir. Eyni şəkildə F2 və F3 vektorlarının toplamı da buradakı F5 vektoruna bərabərdir. O zaman yazıram F2 üstəgəl F3, o da F5-ə bərabərdir. Bizə isə istəyir bu 5 qüvvənin əvəzləyicisini. 5 qüvvənin əvəzləyicisi demək, bu 5 qüvvəni toplamaq deməkdir. F1 üstəgəl F2 üstəgəl F3 üstəgəl F4 üstəgəl F5. F1 üstəgəl F4-ün yerinə F5 yazacağım. Bax, F1 ilə F4-ün yerinə F5 yazacağım. F2 ilə F3-ün yerinə də F5 yazacağım. O zaman F1 ilə F4-ün toplamına yazdım F5. Üstəgəl F2 ilə F3-ün toplamını da F5 yazdım. Bir dənə geriyə F5-in özü zaten var. Deməli, nə alındı? 3 dənə F5 alındı. Bu da bərabərdir. F5-in qiyməti 25 Newton deyilmi? 3 dənəyə də vuranda olur 75 Newton. Sualımızın cavabı alınır Y variantı. 60-cı sualla davam edirik. Təsvir olunmuş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın deyir. 5 Newton və 8 Newton əks istiqamətdə yönəldikləri üçün bunların əvəzləyicisi 3 Newtondur. 11 Newton və 7 Newton da əks yönəldiyi üçün bunların əvəzləyicisi 4 Newtondur. 3 Newton və 4 Newtonun əvəzləyicisi isə alınır 5 Newton. Sualımızın cavabı buradan A variantıdır. 61-ci sualda cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasına zamandan asılılığı verir, sürətin zamandan asılılığı istəyir. Birinci hissədə baxın, qüvvənin proyeksiyası mənfidir. İkinci aralıqda isə sıfırdır. Mənfi olması üçün qrafik aşağı doğru düşməlidir. Sıfır olması üçün də sürət sabit olmalıdır. Yəni, B variantında verilən kimi qrafik olmalıdır. Növbəti sualda. Burada qüvvənin sağa doğru, sürətin sola doğru olduğunu verir. Sürət soladırsa, o zaman bu cisim X oxunun əksi istiqamətində hərəkət edir. Amma qüvvə sağa doğrudur. Sürət sola, qüvvə sağa. O zaman bu cisim yavaşlayan hərəkət icra eləyəcək. Yəni, X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət olmalıdır. Bunun üçün yer dəyişmə zaman qrafiki də D variantında verilmişdir. Növbəti sualda.
Burada sürət sağa doğrudur. Yəni cisim x oxu istiqamətində hərəkət edir. Amma qüvvə yenə əks istiqamətdədir. Sürət sağa, qüvvə sola. Cisim yavaşlayan hərəkət icra edir. Amma sürət x oxu istiqamətində olduğundan dolayı cisim x oxu istiqamətində bərabər yavaşlayan hərəkət icra edir. Növbəti sualda, burada sürətin də, qüvvənin də sola doğru olduğunu görürük. O zaman bu yeyinləşən hərəkətdir. Amma sürət sola olduğu üçün, yəni x oxu ilə əks istiqamətli yönəldiyi üçün, x oxunun əksi istiqamətində yeyinləşən hərəkət olmalıdır. X oxunun əksi istiqamətində yeyinləşən hərəkət qrafiki C variantında verilmişdir. R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. R bölü 2 radiuslu polad kürəyə hansı qüvvə həmən təcili verər? F bərabərdir, M vurulsun A. Bu da bərabərdir. M-in yerinə rho V yazsaq, A-nı da olduğu kimi saxlayıram. Buradan düsturu təkrardan yazıram. F bərabərdir. Rho-nu olduğu kimi saxladım. V-nin yerinə yazıram 3/4 pi r kubu. Kürənin həcm düsturudur. Təcildə olduğu kimi qaldı yerində. İndi burada görürük ki, qüvvə radiusun kubu ilə mütənasibdir. Radius R-dən R bölü 2-yə gəlibsə, yəni radius 2 dəfə azalıbsa, o zaman qüvvə 8 dəfə azalmalıdır. Çünki 2-nin kubu 8-dir. Yəni, olmalıdır F bölü 8. Sualımızın cavabı C variantıdır. Və biz davam edirik 66-cı sualla. Yenə eyni mövzudur, eyni sualdır. Burada deyir ki, 2R radiuslu polad kürəyə hansı qüvvə həmən təcili verər? F bərabərdir MA, bu da bərabərdir. Rho vurulsun 3/4 pi r kubu vurulsun A. Baxın, qüvvə radiusun kubu ilə mütənasibdir. Radius R-dən 2R-ə gəlirsə, yəni radius 2 dəfə artırsa, qüvvə 8 dəfə artmalıdır. Yəni 8F olmalıdır. 67-ci sualda. Sürət x oxunun əksi istiqamətində. Bax, x oxu sağa doğrudur, sürət isə sola doğru. O zaman cisim x oxu əksi istiqamətində hərəkət edir. Amma qüvvə sağa doğrudur. O zaman bu yavaş yandır. Sürət sola, qüvvə sağa. Bu hərəkət yavaş yandır. X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət qrafiki B variantında verilir. Birinci halda cismin təcili 2-dir, ikinci halda 3-dür. Cisimlərin kütlələri nisbətini tapın deyir. Bax, qüvvənin qiyməti 10, təcilin qiymətində 2 verib. Kütləni tapa bilərikmi? M bərabərdir F bölü A-dan hesablayın. Qüvvənin qiyməti 10, təcilin qiyməti 2, 10-u 2-yə bölərsiniz 5 kiloqram olar. Deməli, bu 5 kiloqramdır. M1 kütləsi 5-dir, okey. İndi ikinci halda deyir ki, 3 metr bölü saniyə kvadratı təcil olmalıdır. Qüvvə də 24-dür axı. Qüvvə 24-dür, təcil 3-dür. O zaman ümumi kütləni hesablayın. M1 üstə gələnsin M2 kütləsi 24 bölü 3-dən hesablanacaqdır. Yəni qüvvə bölü təcil. O da eləyir 8 kiloqram. Yəni M1 üstə gələnsin M2-nin toplamı 8 olmalıdır. Burada 5 kiloqram zaten var. O zaman bu 3 kiloqram olmazmı? Olar. Bizə də M2 bölü M1 nisbəti istəyir. M2-ni 3 tapdıq, M1-i 5 tapdıq. Nisbəti də taparıq 0,6 olar. Sualımızın cavabı 0,6 ya da 3 bölü 6. 3 bölü 5 daha doğrusu C variantı. Növbəti sualda F1, F2, F3 qüvvələrinin əvəzləyicisinin modulunu hesablayın deyir bizə. F1 qüvvəsinin 6 Newton olduğunu, F2 qüvvəsinin də 6 Newton olduğunu bizə verib. 6 Newton 6 Newtondursa, biz belə bir şey düşünə bilərik. Bax, bu F1 qüvvəsi, yuxarı doğru olan F1 qüvvəsini, ümumiyyətlə F1 və F2 qüvvələrinin toplamı bizə burada F3 qüvvəsini verir, parallelogram qaydasına görə. F1 üstə gələnsin F2-nin toplamı, bax bu F3 qüvvəsidir. Bu F3 qüvvəsi də aralarında elə bil ki 90 dərəcə olduğundan dolayı 66 Newton və 6 Newton. Katetləri 6-6 olanın hipotenuzu 6 kökdə 2 deyilmi? 6 kökdə 2-dir. O zaman biz belə deyə bilərik, F1 ilə F2-nin toplamı bizə F3-ü verir. Amma bizə bu 3 dənə qüvvənin əvəzləyicisi lazımdır. Yəni, F1 üstəgəl F2 üstəgəl F3 lazımdır. F1 ilə F2-nin toplamı zaten F3-dür. F1 üstəgəl F2-nin yerinə bir dənə F3 yazıram. Onun ardınca da bir dənə F3 yenə var. O F3-ü də yazıram. Olur 2F3. F3-ün qiyməti 6 kökdə 2-dirsə, 2F3-ün qiyməti də 12 kökdə 2 olar. Yəni, sualın cavabı Y variantıdır. Davam edirik 70-ci sualla. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün hansı ifadələr doğrudur?
Birinci hissədə və üçüncü hissədə təcil sıfırdır. Nəticədə qüvvə də sıfır olmalıdır. Yəni burada birinci variant doğrudur. İkinci hissədə qrafik aşağı doğru düşür. Təcil mənfidir. Nəticədə qüvvə də mənfidir. Okey. Beşinci variant zaten yanlış olur. İkinci variant zaten dördüncü variant yanlış olur. Amma ikinci variantda deyil, F1 ilə F3 bərabərdir, sıfırdan böyükdür. Bu da yanlışdır. O zaman burada doğru olan birinci və üçüncü variantlardır. 71-ci sualdan. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyaları üçün hansı ifadələr doğrudur? Birinci və üçüncü hissələrdə sürət dəyişmir, o zaman qüvvə sıfırdır. İkinci hissədə qrafik yuxarı doğru qalxır, təcil müsbətdir, o zaman qüvvə də müsbətdir. Burada da 1-3 variantları doğrudur. Növbəti sualda kütləsi 4 kiloqram olan cismin sürətinin modulunun zamandan asılıq qrafikinə əsasən əvəzləyici qüvvəni hesablayın deyir. Təcili tapın A bərabərdir delta V bölü delta T-dən, yəni 4 bölü 5-dən təcili hesablayın. O da eləyir 0,8. Sonra da F bərabərdir MA-dan kütləni hesablayın. Daha doğrusu qüvvəni hesablayın. Kütlə 4, təcil 0,8, buradan qüvvənin qiyməti 3,2 Newton alınmış olar. Növbəti sualda yenə qüvvəni istəyir. Birinci növbədə təcili hesablamaq lazımdır. 2 bölü 4-dən tapın. 0,5 təcilin qiymətidir. Qüvvə də F bərabərdir MA-dan kütlənin qiyməti 3, təcilin qiyməti 0,5. Vuranda olur 1,5 Newton. Növbəti sualda təcil istəyir. 8 və 3 Newtonun əvəzləyicisi əks istiqamətdə yönəldiyi üçün burada əvəzləyici qüvvə 5 Newtondur. Təcili tapmaq üçün də əvəzləyici qüvvəni kütləyə bölmək lazımdır. Əvəzləyici qüvvə 5, kütlə 2. Təcilin qiyməti də olur 2,5 metr bölü saniyənin kvadratı. Növbəti sualda cismin təcilini istəyir. 10 Newton və 8 Newton eyni istiqamətdə yönəlib. O zaman əvəzləyici qüvvə 18 Newtondur. Kütlə 2 kiloqram. Bunları bir-birinə bölərik və təcilin qiyməti 9 metr bölü saniyə kvadratı alınmış olar. Növbəti sualda cismə tətbiq olunmuş 2F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcil A1, ən kiçik təcil isə A2-dir. A1 bölü A2 nisbətini hesablayın. Ən böyüyünü hesablamaq üçün qüvvələri toplayırsınız, bölürsünüz kütləyə. Ən kiçiyini tapmaq üçün isə qüvvələri bir-birindən çıxırsınız və bölürsünüz kütləyə. O zaman biz A1 bölü A2 nisbətini tapanda, deyərik bunların toplanması 2F ilə F-in toplamı nə qədər eləyir? 3F. Fərqi nə qədər eləyir? F. 3F F-ə böldük, oldu 3. Vəssalam. Növbəti sualda. Yenə də ən böyüyünü tapmaq üçün toplamaq lazımdır. 4. Ən kiçiyini tapmaq üçün çıxmaq lazımdır. 2. Bu nisbətdə olur 2. 78. Qüvvələrin əvəzləyicisinin modulunu hesablayın deyir bizə. Bu qüvvələrin əvəzləyicisinin modulunu hesablamaq üçün baxın, proyeksiyalara baxmaq lazımdır. Birincinin x oxu üzərində proyeksiyası 2-dən 1-ə doğru, yəni -1. Bunun isə 2-dən 3-ə doğru müsbət 1. Bax, bu -1 ilə bu müsbət 1 bir-birini apardı. Yəni, x oxu üzərində olanlar bir-birini apardı. İndi y oxu üzərində olana baxırıq. Y oxu üzərində birinci cismin proyeksiyası 1-dən 4-ə, 3. İkinci cismin proyeksiyası 1-dən 4-ə, bu da 3. Hər ikisi 3, 3. Toplamı neyniyər? 6 Newton. Vəssalam getdi. 78-də. 78-də bax, y oxu üzərində proyeksiyalara baxın. Yuxarı doğru 1, aşağı doğru 1. Deməli, yenə bunlar bir-birini apardı. Geriyə qaldı x oxu istiqamətində olanlar. 1-dən 4-ə qədər 3, 1-dən 4-ə qədər 3. 3 deyirəm, 4 yazıram. Hə. 3 burada, 3 də burada. Nə qədər elədi? 6 Newton. Getdi. Növbəti. Düzxətli hərəkət edən 4 kiloqram kütləli cismin koordinatının zamandan asılıq qrafiki verilmişdir. İlk 2 saniyə müddətində bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Burada birinci növbədə təcili tapmaq lazımdır. S bərabərdir AT kvadratı bölü 2-dən. A-nı tapsaq, A bərabərdir 2S bölü T kvadratı yaza bilərik. Buradan A bərabərdir 2 vurulsun. Yer dəyişmənin qiyməti 10. Zamanın qiyməti 2, kvadrat olur 4. Buradan alırıq 5 metr bölü saniyə kvadrat təcilin qiyməti. Qüvvəni tapmaq istəsək də F bərabərdir MA deyərik. Kütlənin qiyməti 4, təcilin qiyməti 5. Buranda bir-birinə olur 20 Newton. Uyğunluğu müəyyən edin. X oxu istiqamətində düzxətli hərəkət edən cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılıq qrafikləri verilir. Bu cisimlər necə hərəkət edir? Burada birincidə təcil sabitdir. O zaman bu bərabər təcilli hərəkət edir və sükunət
halından hərəkətə başlayırsa əgər, sükunət halından hərəkətə başladığını deyirmi? Yox, demir. Deməli, ümumiyyətlə birinci cisim bərabər təcilli hərəkət icra edir. Nə deyir bizə? Bir dənə şərtinə baxaq. X oxu istiqamətində. X oxu istiqamətində hərəkət o deməkdir ki, sürətin X oxu üzərindəki proyeksiyası sıfırdan böyükdür, yəni müsbətdir. Amma birincidə təcilin mənfi olduğunu görürük. Təcil mənfidirsə, o zaman bu bərabər yavaşlayan hərəkətə uyğundur. 1-ə Y variantı olmalıdır. Bax, sürət müsbət idi, çünki X oxu istiqamətində hərəkət edirdi. Amma burada təcil mənfidir, o zaman X oxunun əksi yavaşlayan hərəkətə uyğundur. 2-də görürük ki, qüvvə artır. Qüvvə artırsa, bu artan təcilli hərəkətdir. 3-də qüvvənin 0 olduğunu görürük. Qüvvə 0-dırsa, o zaman bu cisim bərabər sürətlə hərəkət etməlidir. D-ni də bura yazmalıyıq. Vəssalam, davam edirik növbəti sualla. Və sonuncu sualımızdır bu. X oxu istiqamətində düz xətlə hərəkət edən. X oxu istiqamətində demək, sürətin X oxu üzərində proyeksiyasının müsbət olması deməkdir. Burada qüvvənin, yəni təcilin də müsbət olduğunu görürük. Hər ikisi müsbətdirsə, cisim bərabər yeyinləşən hərəkət icra edir. Burada qüvvənin azaldığını görürük. Qüvvə azalırsa, təcil də azalır. Yəni azalan təcilli hərəkətdir. 3-də qüvvə 0-dır. Qüvvə 0-dırsa, təcil də 0-dır. Yəni cisim bərabər sürətli hərəkət icra edir. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.